Ədədin hissəsinin tapılması və hissəsinə görə ədədin tapılması. Birinci ədədin hissəsinin tapılması ilə başlayaq. Ədədin hissəsini tapmaq üçün ədədi hissəni göstərən kəsrə vurmaq lazımdır. Məsələn, 20-nin 5-də 2 hissəsi. Ədədi, qaydada necə dedik? Ədədi hissə göstərən kəsrə vurmaq lazımdır. 20-ni vururuq 5-də 2-yə. Bu zaman yazırıq 20-ni 2-yə vururuq sürətə, 5 isə məxrəcə. 20 və 5, 5-ə ixtisar getdiyinə görə 1, bu da 5-ə gedir 4 dəfə. 4 vurulsun 2 sürətdə, məxrəcdə isə 1. 4-ü 2-yə vuranda 8, 8-i 1-ə böləndə isə cavabımız eləyəcək 8. Yəni 20-nin 5-də 2 hissəsi oldu 8. Və ya 12-nin 6-da 5 hissəsi. 12-nin 6-da 5 hissəsi. 12-ni vurmaq lazımdır 6-da 5-ə. 12-ni vururuq 5-ə sürətdə yazırıq. Məxrəcdə 6. Burada 12 və 6, 6-ya ixtisar gedir 1 dəfə, 6-ya gedir 2 dəfə. Sürətdə qalır 2 vur 5, məxrəcdə isə 1. 2-ni 5-ə vuranda 10, 1-ə böləndə isə yenə də 10 alınır. Bəs biz bunu modellə necə göstərə bilərik? Ümumi olaraq 12 6 hissəyə bölünüb, onun 5-i götürülüb. Əgər 12 6 hissəyə bölünürsə, o zaman hər bir hissəyə 2 düşür. 2, 2, 2 və biz burada 6 hissə düzəltməliyik. Sonuncu 2. 6 hissəyə böldük, hər bir hissədə 2 oldu. Əgər 6 hissəyə bölüb 5-in götürürüksə, baxın, bura qədər götürməliyik. 5 dənəsi nə qədər verəcək bizə? Cavabımız eləyəcək 10. Yəni, buradakı cavabla burada aldığımız cavab eyni olacaq. Hissəsinə görə ədədin tapılmasına baxaq. Hissəsinə görə ədədi taparkən verilmiş ədədi hissə göstərən kəsrə bölmək lazımdır. Məsələn, 4-də 3 hissəsi 6 olan ədəd. Görək hansı ədəddir bu? Dedik ki, ədədi hissə göstərən kəsrə bölmək lazımdır. Yəni, 6-nı bölürük 4-də 3-ə. Baxın, bəzən 4-də 3-ü 6-ya bölürlər şagirdlər yanlışlıqla. Amma elə yox, ədədi kəsrə bölürük və yaxud da yuxarıdakı qaydada ədədi kəsrə vururuq. Bu zaman 6 qalır yerində. Bölmə əməli vurma ilə əvəzlənir. 4-də 3-ün tərsi 3-də 4-dür. 6-nı 4-ə vururuq sürətdə yazırıq. 3 aşağıda məxrəcdə qalır. 6 və 3. 3-ə ixtisar gedir 1 dəfə, 3-ə ixtisar gedir 2 dəfə. 2-ni 4-ə vururuq 8 sürətdə, məxrəcdə isə 1. 8-i də 1-ə böləndə cavabımız alınacaq 8. Və ya digər nümunəyə baxaq. 7-də 3 hissəsi 9 olan ədəd. 9 olan ədəd. Hansı ədəddir? Ədədimiz 9-dur. 9-u bölməliyik 7-də 3-ə. Yəni, 9-u vurmalıyıq 3-də 7-yə. 9-u 7-yə vurub sürətdə yazırıq. Çünki bu natural ədəddir. Natural ədədi bundan əvvəlki qaydalarda izah etmişəm. Kəsrə vurarkən sürətə vurulmalıdır. Məxrəcsi olduğu kimi qalır. 9 və 3-ə ixtisar gedir 1 dəfə, bu 3 dəfə. 3-ü 7-yə vururuq 21 sürətdə. 1 isə məxrəcdə qalıb. 21-i 1-ə böləndə isə cavabımız elə eləyəcək 21. Bəs bunu model üzərində necə göstərə bilərik? Əgər ədədimiz 21-dirsə, 7 hissəyə bölünməlidir və həmin o 7 hissədən də 3-ü götürülməlidir ki, onun cavabı 9 versin. O zaman biz 21-i 7 hissəyə bölək. Hər bir hissə, əgər 21-i 7 hissəyə bölsək, hər bir hissə olacaq 3. Bu da sonuncu 7-ci hissə. Və bunun neçəsi götürülüb? 3-ü götürülüb. Yəni 3 vurulsun 3. 9. Baxın, yuxarıdakı 9 alındı. Yəni 7-3 hissəsi, 21-in 7-3 hissəsi oldu 9. Və yekun olaraq belə bir qayda deyə bilərəm. Əgər biz ədədin hissəsini tapırıqsa, baxın, yuxarıda 2 nümunədə göstərmişdik. Ədədin hissəsini taparkən alınan ədəd həmişə bizə verilən ədəddən kiçik olacaq. Baxın, 20-nin 5-də 2 hissəsidir, 8 aldıq. 8 20-dən kiçikdir.
və yaxud da 13-ün altda 5 hissəsi idi. 10 aldıq. 10 12-dən kiçikdir. Amma hissəsinə görə ədəd taparkən isə bizim alacağımız ədəd verilən ədəddən böyük ədəd olacaq. 4-də 3 hissəsi 6 olan ədəd deyirsə 8 tapdıq. Baxın 8 ədədi 6 ədədindən böyükdür və yaxud da 7-də 3 hissəsi 9 olan ədədi istəyirdi. Biz 21 tapdıq. Tapdığımız 21 ədədi də 9 ədədindən böyükdür.